Deməli, true-false sualımızda birinci cümlədə deyir ki, 22-ci əsrdə gələcək nəqliyyatları sizin nəvələrinizin idarə etməsi qeyri-mümkündür. Impossible. İkinci cümlədə isə deməli, siz güman ki, bugünkü snail car, yəni o iblis maşınlarını ə, deməli, idarə edə biləcəksiniz. Burada belə bir cümlə var. Hər iki fikri təkzib edir deyə ikisini birdən oxuduq. Deməli, 22-ci əsr məsələsindən harda danışır? Hə, burada. Baxın, burada 2100-cü il 22-ci əsr nəzərdə tutulur. Deməli, buradan 5-ci paragrafdan başlayaq. Siz güman ki, bugünkü deməli, biz maşınlarını idarə edə bilməyəcəksiniz. Amma burada deyir, eləyə biləcəksiniz. Bu olacaq false. Digərində isə deyir ki, güman ki, bu maşınları sizin nəvələriniz sürəcək. Burada isə deyir, onları sürməyə qeyri-mümkündür. Deməli, bu da olacaq false. Üçüncü sualda isə bəzi nəqliyyat vasitələri yer altında, yəni toplanmış o enerjidən istifadə edə biləcəklər. Baxın, burada yazıbdır ki, onlar deməli yerin, yolun altında enerjini toplayacaqlar və bəzi maşınlarda ondan istifadə edə biləcək. Deməli, bu tamamilə doğrudur. Digərində isə tədqiqatçıların deməli yeni materialdan istifadə edərək yer səthi üçün bu günlərdə nəsə yaratma şansları yoxdur. Amma burada yazıbdır ki, deməli, hanı o cümlə? Bugünkü alimlər, baxın bu hissədə, bugünkü alimlər yeni materialları inkişaf elətdirirlər yer səthi üçün, yolun səthi üçün. Burada isə deyir kifayət tədqiqatçıların, deməli, bu günlərdə yer səthi üçün yeni materiallar yaratmaq kimi bir şansları yoxdur. Deməli, bu olacaq false.